Adını tarix kitablarından eşitmişik, lakin əslini heç tanımamışıq. Bugünkü səfərimiz Aralıq dənizinin ortasında gizlənmiş, kiçik, amma böyük tarix və mədəniyyətə sahib bir ada ölkəsinədir. Maltaya. Həm Avropanın ilk planlı şəhəri, həm də dünyanın ən qədim məbədləri buradadır. Gəlin bu miniatür ölkənin içində böyük hekayələri birlikdə kəşf edək. Malta Cənubi Avropada yerləşən bir ada ölkəsidir. Tarix dərslərində tez-tez Malta cəngavərləri vasitəsilə adını eşitdiyimiz, amma haqqında çox az məlumatımız olan bu kiçik Aralıq dənizi ölkəsi ümumilikdə 5 adadan ibarətdir. 3 böyük, 2 kiçik. Bu adaların ən böyüyü Malta adasıdır. Əhalinin yarısından çoxu məhz Malta adasında yaşayır. Paytaxtı Valletta adlı yaşayış məntəqəsidir və bu şəhər də Malta adasında yerləşir. Sizə Avropada müəyyən memarlıq planı ilə qurulmuş ilk şəhər hansıdır desəm, əminəm ki, bir çoxunuz Paris və Roma kimi tanınmış şəhərləri deyərsiniz, lakin reallıq tamamilə fərqlidir. Valletta Avropada plan əsasında salınmış ilk şəhər hesab olunur. Bu şəhərin planı vaxtilə məşhur Malta cəngavərləri tərəfindən hazırlanıb və tikintisi 15 ilə tamamlanıb. O dövrlərdən bu günə qədər şəhərin memarlıq harmoniyasını qoruyub saxlayıblar. Ora səfər etdikdə görəcəksiniz ki, ölkədə plansız şəhər salma problemi yoxdur və şəhərlərdəki bu mükəmməl nizam düşünülmüş bir ağlın məhsuludur. Xüsusilə paytaxt Valletta yaxşı qorunmuş bir Renessans şəhəridir və sizə sanki orta əsrlərdə yaşayırsınızmış kimi bir his verir. Hətta daha da geriyə getsək, Maltanın dünyanın ən qədim yaşayış məntəqələrindən biri olduğu qəbul edilir. UNESCO-nun dünya irs siyahısında yer alan megalit məbədlərində aparılan araşdırmalar burada bir zamanlar ilkin sivilizasiyaların yaşadığını sübut edir. Misir ehramlarından belə qədim olduğu düşünülən Qantija məbədləri Maltanın ikinci böyük adası olan Qoza adasında yerləşir. Bu gün Malta əhalisinin 85% adaların şəhərləşmiş hissəsində yaşayır. Malta adası keçmişdə təxminən 200 ilə yaxın bir müddət İngiltərənin müstəmləkəsi olduğu üçün bu gün ölkənin bir çox yerində İngilis mədəniyyətinin izlərini görmək mümkündür. Sahil bölgələri isə olduqca göz qamaşdırıcıdır. Xüsusilə Ramla çimərliyi qırmızı rəngli qumu ilə məşhurdur və ölkənin ən gözəl çimərliklərindən biri sayılır. Aralıq dənizinin ortasında, Siciliya və Şimali Afrika arasında yerləşir. Ölkədə Aralıq dənizi iqlimi hökm sürür. Qışlar sərin və yağışlı, yaylarsa isti və quraq keçir. Dənizdən əsən külək havanı bir qədər sərinlətsə də, bu bəzən kifayət etmir. Əgər istiyə dözümsüzsünüzsə, daha rahat və sərin bir Malta səfəri üçün qış aylarını seçə bilərsiniz. Digər tərəfdən, Malta böyük limanı dünyanın ən yaxşı təbii dərin su limanlarından biridir və bu liman sayəsində ölkə böyük gəlir əldə edir. Çünki dünyanın ən məşhur sərnişin gəmiləri bu liman vasitəsilə turistləri Maltaya gətirirlər. Bundan əlavə, turizmdən kənarda ölkədə ağıllı bir sektor daha inkişaf etdirilib. Maltada ingilis mədəniyyəti qəbul edildiyinə görə dövlət ingilis dili öyrənmək istəyənlər üçün onlarla dil məktəbinin açılmasına şərait yaradıb. Dünyanın bir çox ölkəsindən on minlərlə tələbə həm ingilis dilini öyrənmək, həm də istirahət üçün Malta dil məktəblərini seçir. Bu səbəbdən Malta bu sahədə də əsas təhsil mərkəzlərindən birinə çevrilib və ölkə bu sektordan ciddi gəlir əldə edir. Maltada normal bir həyat üçün ayda nə qədər qazanmaq lazımdır? Xərclər nə yerdədir? Gəlin bir buna da baxaq. Malta kiçik bir ada dövləti olsa da işləməyə gedəndə ictimai nəqliyyatdan istifadə etməli olursan. Avtobus bileti hazırda 1,5 avro civarındadır. Yəni günə gediş-gəliş 3 avroya başa gəlir. Əgər işdən çıxıb evdə yemək bişirməyə ərinirsənsə və çöldə yeməyi üstün tutursansa, adi bir axşam yeməyi təxminən 8-15 avro arası dəyişir. Yəni aylıq yol və gündə bir dəfə çöldə yemək xərci ortalama 350-400 avroya qədər çıxa bilir. Ev kirayələri 400 avrodan başlayır, 800 avroya qədər qalxır. Əgər 3 nəfər bir yerdə yaşasa adam başına 150-200 avro ilə bir ay yola vermək olar. Üstəlik, əla tərəfi odur ki, adətən işıq, su, internet kimi kommunal xərclər də məbləğə daxildir. Əgər Maltada ayda 1000 avro civarında maaş verən bir iş tapsan və xərclərinə biraz qənaət etsən, ayın sonunda cibində rahat 300-400 avro pul qala bilər. Maltada yaşayanlar üçün müsbət bir kampaniya da mövcuddur. Məsələn, əgər Maltada yaşayırsınızsa və Schengen vizan varsa, İtaliya, Fransa kimi ölkələrə təyyarə bileti tapmaq mümkündür. Yəni deyək ki, darıxdın, həftə sonu Çexiyanı gəzmək istədin. 3-5 avroya bilet tapıb Avropanı gəzə bilərsən. Əgər Maltada vətəndaşlıq almaq olar deyə düşünürsənsə, biraz çətindir. Çünki həm ada ölkəsidir, həm də Avropa Birliyi üzvüdür.
Bu da onu dünyanın ən qiymətli pasportlarından birinə çevirir. Amma Malta vətəndaşı ilə evlənsən, ikinizi də müsahibəyə çağırırlar. Əgər eyni cavablar verə bilsəz, daimi yaşamaq icazəsi almaq şansınız var. Turist kimi getsən, adanı avtobusla və ya motosiklet kirayələyib rahat gəzə bilərsən. Digər adalara köçmək üçünsə sürətli qayıq turları mövcuddur. Maltanın ərazisi balaca olduğuna və quru əlaqəsi məhdud olduğuna görə orada qatar, tramvay və ya metro yoxdur. Gedən turistlərin ən çox dadına baxdığı məhsulsa Malta əriyidir. Dünyada məşhurdur. Getsən mütləq dadına bax. Malta xalqı ailəyə çox önəm verir, çünki əhali azdır və hər bir ailə üzvü onlar üçün həm cəmiyyət, həm də ailə baxımından əhəmiyyətlidir. Malta insanları ümumiyyətlə çox mehriban, qonaqpərvər, danışqan olurlar. Hər gün populyarlığı artdığı üçün İngiltərə ilə əlaqələri də güclüdür. İngilis Millətlər Birliyinin ən qədim üzvlərindən biridir Malta. Yəni orada yaşayanlar bir növ özlərini yarı ingilis kimi görürlər. Rəsmi dilləri Maltacadır. Amma əhalinin böyük əksəriyyəti ingilis dilində danışır. Yəni ora hansı məqsədlə getsən də Maltaca bilməyə ehtiyac yoxdur. Dini baxımdan ölkənin rəsmi dini Roma katolik xristianlığıdır və dövlət məktəblərində din dərsləri məcburidir. Çoxu da mütəmadi şəkildə kilsəyə gedir. Hətta adada 360-dan çox kilsə fəaliyyət göstərir. Ənənəvi Malta mətbəxi əsasən balıq və tərəvəzdən ibarətdir. Çünki sahilyanı ölkələrdə adətən mətbəx mədəniyyəti dəniz məhsulları üzərində qurulur. Maltada da balıq, salat, tərəvəz və şərab mədəniyyəti geniş yayılıb. Demək olar ki, hər yeməklə bərabər qırmızı şərab içirlər. Şərablar həm keyfiyyətlidir, həm də ucuz. Bu da əsasən İtaliya kimi ölkələrdə rəqabətə görə Maltalı şirkətlərin şərabları daha sərfəli qiymətə ixrac etməsi ilə bağlıdır. Adada ən ucuz nəqliyyat vasitələri 1950-ci illərdən qalan köhnə avtobuslardır. Bu avtobuslar Maltanın simvoluna çevrilib və şəhərə nostalji bir ab-hava qatır. Turistlər üçün bu seçim boldur. Səs-küylü gecə klublarından tutmuş sakit, bağçalı kafelərə qədər hər zövqə uyğun məkan var. Əgər gecə həyatı xoşunuza gəlirsə, Malta sizi məyus etməz. Gecələr DJ-lərlə musiqi dolu partilər olur və dil öyrənmək üçün gələn gənclər gecələr əylənmək üçün bu məkanlara axışır, amma bir məqama xüsusi diqqət edin. Maltada krandan gələn su içmək üçün uyğun deyil. Yəni çeşmə suyundan istifadə etməyin. Mütləq qablaşdırılmış su alın. Maltada ümumi daxili məhsulun cəmi 3% kənd təsərrüfatından gəlir. Yerdə qalan 97% turizm, nəqliyyat və sənayeyə aiddir. Deyə bilərsiniz ki, bu balaca adada sənaye necə ola bilər, amma Malta bu baxımdan çoxlarını təəccübləndirir. Dünyada yarım keçirici istehsalının 75% Maltada reallaşır və bu sahədə böyük işçi qüvvəsi çalışır. Yenə də ölkənin tam sənaye dövləti olması mümkün deyil. Malta həmişə xidmət sektoru ilə ön plana çıxıb. Əgər siz yaşıllıq sevən, təbiət aşiqi birisinizsə, Malta sizlik deyil. Adada nə meşə var, nə axar çay, nə də dağ. Fotoqraflar üçün gözəl görüntülər və memarlıq əsərləri mövcuddur, amma təbiət baxımından çox kəsaddır. Bir də sürücülük məsələsinə toxunum. Əgər sizin sürücülük vəsiqəniz varsa və Azərbaycanda maşın sürməyə alışmısınızsa, Malta sizi biraz çaşdıra bilər. Çünki Malta illərdir Britaniya hakimiyyətində olub və nəticədə avtomobil mədəniyyəti də İngiltərədən keçib. Yəni burada sükan sağ tərəfdədir və maşınlar soldan hərəkət edir. Belə, video haqqında fikirlərinizi və məndən hansı ölkələrdən danışmağımı istədiyinizi şərh bölməsində paylaşmağı unutmayın. Dünyanı birlikdə kəşf edəcəyik. Bu səbəbdən yeni videolarımı qaçırmamaq üçün kanala abunə olun. Növbəti videoda görüşənədək sağ olun.